Salam, hər vaxtınız xeyir. Demək, bu gün musiqinin dili mətninin izahını verəcəm. Mətni oxumamışdan qabaq, məzmunla tanış olmamışdan qabaq tapşırıqlara baxırıq. Tapşırıqlardakı sualları diqqətlə oxuyuruq və lazımi qeydlərimizi götürürük. Demək, 91-də nə deyir? Deyir, mətndə altından xətt çəkilmiş ifadənin kontekstə uyğun qarşılığını müəyyən edin. Demək, altından xətt çəkilmiş söz var mətnimizdə və ona diqqətlə fikir verməliyik və mənasını başa düşməliyik. Sonra 92. Mətnin məzmununa əsasən ehtimal etmək olar. Artıq burada məzmunla bağlıdır. Məzmunu oxumasaq biz bu tapşırığı edə bilmərik və məzmunu diqqətlə oxumalıyıq. Diqqətlə oxuyub başa düşməliyik ki, mətndə bizə nə deyir, müəllif nə çatdırmaq istəyir. 93. Hansı cümlə ilə mətnin əsas hissəsini genişləndirmək olar? Burada da yenə də vurğuladığım kimi giriş hissə, əsas hissə, nəticə hissəyə diqqətlə baxmalıyıq və onların elə bil ki, keçidini, yəni hardan hara giriş hissədir, hardan hara əsas və hansı hissə nəticə hissəsidir. Onları bilməliyik. 94-də mətnin üzərində rəqəm yazılmış hansı sözlər həqiqi mənada işlənməyib. Mətni işləməyi məsələn çətin bilən abituriyentlər, buraxılış imtahanına hazırlaşan şagirdlər əslində çətin deyil. Sadəcə biz qrammatikanı mükəmməl bilməliyik. Məsələn, sözlərin mənalarını bilməliyik. Ən çox mətndə nə düşür? Məcazi mənalı, həqiqi mənalı sözlər, sonra söz verir, onun mənasını, yəni leksik mənasını bizdən soruşa bilər. Sonra frazeoloji birləşmələri bilməliyik. Yəni mətni bilməkdən ötürü, mətni mükəmməl işləməkdən ötürü biz fonetikanı da bilməliyik, leksikanı da bilməliyik, sintaksi də bilməliyik, qrammatikanı ümumi bilməliyik ki, biz mətni mükəmməl şəkildə işləyə bilək. Yaxşı, biz leksikanı bilməsək, həqiqi məcazi mənalı sözləri bilməsək, 94-cü testi necə işləyə bilərik? 95-ə baxırıq. Mətnlə bağlı doğru fikirləri söyləyin. 96-da çərçivə daxilində verilmiş demək söz var. Onun kontekstə uyğun mənasının cümlələr arasında tapacağıq. 97-də deyir, hansı hikmətli ifadə mətnin məzmununa uyğundur? Ən çox, məsəl üçün, buraxılış imtahanında da düşür. Yəni 19-da da, 11-də də deyir, hikmətli ifadə. Bu hikmətli ifadəli cümlələr, yəni belə deyim də, məşhurdur, aktualdır. Yəni testlərdə, mətnlərdə tez-tez düşür. Ona görə mütləq bu tip testlərdə diqqətli olmaq lazımdır. Nəyə görə? Çünki məsələn mətnin məzmununu diqqətlə oxumasaq, mətnin məzmununu diqqətlə yəni anlamasaq, bunu tapa bilmərik. Tutaq ki, birimiz götürüb mətnin məzmunu ilə B variantını uyğunlaşdıra bilərik. Birimiz D variantını uyğunlaşdıra bilərik. Amma mətnin məzmununa, orada verilən ifadələrə, çatdırılan fikirlərə diqqətlə baxmalıyıq. Daha doğrusu anlamalıyıq. 98-də baxaq. 98-də uyğunluğu müəyyən edin. Burada da yəni giriş, əsas hissə, nəticə hissə. Yəni bunu mən izah etmişəm. Mətn qrupunda da var. Giriş hissə hansıdır, əsas hansıdır, nəticə hansıdır, hansında hansı məqamlar qeyd olunur. Məsələn, nəticə hissəsində nə verilə bilər, əsas hissəsində nə verilə bilər, onları mətn qruplarında izah edirəm. 99-da mətnə əsasən cədvəli tamamlayın. Səbəb, nəticə. Yəni səbəblə nəticə. Əslində şagirdlərin çoxsu gedir səbəbə, yəni doğru bir fikri götürür yazır və yaxud da variantlı veriləndə elə ki, mətndə hansı doğru fikirdə onu yazır. Xeyr, elə bir şey ola bilməz. Həmin nəticə hansısa səbəbdən doğurdur da. Yəni hansı, məsələn, cəmaət bərbəddən kömək istəyir. Bərbəddən kömək istəmək səbəbləri nədir? Niyə istəyir o köməyi? Bax, onu tapmalıyıq mətnin içərisində. 100-də mətnin məzmununa uyğun olmayan cümlə neçənci abzasda işlənmişdir? Bunu da mətnin məzmununa tanış olanda biləcəyik. Baxaq mətninə. Oxuyaq mətni. Demək, İran hökmdarı Xosrov Pərvizin hakimiyyət başında olduğu dövrlər idi. Hökmdar məclis qurmağı, baxın, bir qoyulub burada. Məclis qurmağı, belə bir sual var idi tapşırıqlarda. Ov etməyi, at çapmağı çox xoşlayırdı. O həyatını şəbdiz və bərbad olmadan təsəvvür edə bilmirdi. Şəbdiz onun qara rəngli at idi. Bərbad isə ut çalanı idi. Xosrov şəbdizin üzəngisini basıb belinə minəndə qüvvətlənər, məğlub edilməz olardı. Bərbədin udunun könüllər oxşayan səsinə qulaq asanda dağlar, daşlar, laləli çəmənlər dilə gələrdi. Ərəblər tərəfindən İspaniyaya gətirilmiş ud sonralar qərb ölkələrində Lütniya adı ilə geniş yayılmışdır. Günlərin bir günü Xosrov Pərviz dövlətin xarici işləri ilə bağlı səfərə çıxmağa hazırlaşır. Mehdər onun sevimli şəbdizini gətirir. Şəbdiz bir yerdə durmaq bilmiş. Xosrov onu sığallayıb asanlıqla sakitləşdirir. Amma atın narahatlığını da sezir. O digər
atının üstünə tullanıb deyir: "Camaat, bir gün kim Şəbdizin ölüm xəbərini birinci versə, onun boynu vurulacaq." Camaat qorxuya düşür. Hərə bir tərəfdən Şəbdizi qorumağa, əzləməyə, tumarlamağa başlayır. Bir müddət keçir, at xəstələnib ölür. Mehdər bundan qorxuya düşür. Amma bu xəbəri şaha deməyə cürət etmir. Müşkül məsələ qarşısında aciz qalır. Bax, müşkül sözünə diqqətlə fikir verin. Bax, yazılan 3-cü abzasda yox, Rum rəqəmi ilə 3 verilən hissədə camaat qorxuya düşür. Qorxuya düşmək. Sonra müşkül çərçivə daxilində verilib. Məsələ qarşısında aciz qalır. Yaxınları ilə məsləhətləşir, birdən Bərbər yada düşür. Onun qapısına gedib vəziyyəti danışırlar. Yalvar-yaxar edib kömək istəyirlər. Bərbər udunu götürüb şahın yanına yollanır. Xosrov ona deyir: "Yaxşı ki gəldin. Bərbər bir şey çal, qulaq asaq." Musiqi sədası qulaq asaq. Bərbər udu əlinə alıb ifa etməyə başlayır. Həcəm musiqi sədası ətrafı bürüyür. Hamı həyəcanla qulaq asır. Xosrovun rəngi ağappaq olur. Ud çaldıqca baxın 4. Onun xəyalında Şəbdiz əvvəlcə şahə qalxır, sonra isə dizləri bükülür, gözlərindən yaş axır. Musiqi qutaran kimi Xosrov qışqırır: "Yoxsa Şəbdiz ölüb?" Bunu eşitər-eşitməz Barbət təmkinlə deyir: "Şahım, bunu birinci siz özünüz dediniz." İndi tapşırıqlara baxırıq. Artıq tapşırıqları biz dərindən işləyirik. 91-də nə deyir? 91-də deyir ki, mətndə altından xətt çəkilmiş ifadənin kontekstə uyğun qarşılığını müəyyən edin. Altından xətt çəkilmiş ifadə hansıdır? Camaat qorxuya düşür. Baxın, əvvəlki cümləni oxuyuruq. Camaat bir gün kim Şəbdizin ölüm xəbərini birinci versə, onun boynunu vurulacaq. Camaat qorxuya düşür. Camaat çaşıb qalır. Qorxuya düşür, çaşıb qalır. Uyğundur, xeyr. Birləri çıxırıq. Təşvişə düşür. Bəli, təşvişə düşür. Ürəyi yanır. Ürəyi niyə yanır camaatın? Qorxan camaat niyə ürəyi yana bilər? Xeyr, 3-də çıxırıq. Vahimə basır. Bəli, camaat qorxuya düşür, camaatı vahimə basır. Demək 2 ilə 4 kontekstə uyğundur. Keçirik digərinə. Deyir 92-də deyir: Mətnin məzmununa əsasən ehtimal etmək olar. Barbədin sarayda yaşamağı şahı yaxşı tanımağına səbəb olmuşdu. Ehtimal etmək olar. Şəbdiz hökmdarın yeganə atı deyildi. Məsələn, Şəbdiz hökmdarın yeganə atı olmadığı ehtimal etmirdi. Orada yəni görürük, verilir. Şah sarayda olmadığı müddətdə atını Barbədə tapşırırdı. Xeyr, atın ölüm xəbərini eşidən kimi Mehdər sarayı bir dəfəlik tərk edir. Şah musiqiyə dəyər verən biri idi. Demək, ehtimal edirik ki, şah musiqiyə dəyər verən ehtimal daha doğrusu edirik ki, Barbədin sarayda yaşamağı şahı yaxşı tanımağına səbəb olmuşdu. Yox, diqqətlə baxın. A-nı çıxırıq. Çünki Barbəd sarayda yaşamırdı. Mehdər Barbədin evinə gedir. Çıxdıq. Şəbdiz hökmdarın yeganə atı deyildi. Bunu da görürük orada. Şah sarayda olmadığı müddətdə atını Barbədə tapşırıb. Xeyr, Barbədə tapşırmayıb ki, Mehdərə tapşırmışdı. C-ndə çıxırıq. Atın ölüm xəbərini eşidən kimi Mehdər sarayı bir dəfəlik tərk edir. Mehdər sarayı tərk etmir, gedir Barbədin yanına. Bunu da çıxırıq. Demək, şah musiqiyə dəyər verən idi. Bəli. Y variantı. 90-ca baxırıq. Hansı cümlə ilə mətnin əsas hissəsini genişləndirmək olar? A-da deyir, Xosrov Pərviz təbiət vurğunu idi. Əsas hissə hardadır? Bax, əsas hissə buradan bura qədərdir. Bax, bu hissəni biz necə genişləndirə bilərik? Baxaq. Xosrov Pərviz təbiət vurğunu idi. Bunu biz giriş hissədə öyrənirik. Uzun illər ki, ölkəyə başçılıq edirdi. Biz bunu giriş hissədə, yəni bunu əsas hissə ilə əlaqəsi yoxdur. Geniş hissəyə verə bilərik. C. Xosrov Pərviz bu cavabı gözləmirdi. Bu nəticə hissəyə verə bilərik. Sözünüzə əməl edin. Bunun əsas hissə ilə heç əlaqəsi yoxdur. O məsələnin həll yolunu tapıb hazırlaşır. Bu Mehdər Şəbdizə baxın. Bax, 4 yazılan hissədə deyir, yaxınları ilə məsləhətləşir, birdən Barbəd yada düşür, onun qapısına gedib vəziyyəti danışırlar. Yalvar-yaxar edib kömək istəyirlər. Barbəd udunu götürüb, şahın yanına yollanır. Xosrov ona deyir, şahın yanına yollanır. Biz o hissəyə o məsələnin həll yolunu tapıb hazırlaşır və şahın yanına yollanır. Demək, Y variantı ilə biz əsas hissəni genişləndirə bilərik. 94-də deyir, mətn üzərində rəqəm yazmış hansı sözlər həqqi mənada işlənməyib. Baxaq. Həqqi mənada işlənməyib.
Hökmdar məclis qurmağı. Bax, bir. Hökmdar məclis qurmağı. Məclisi nətər qururlar? Məclisi təşkil eləyirlər. Bu demək məcazidir. Həqqi mənada işlənməyib. Biri elə birdir. 2 hardadır görək. Deyir, amma atın narahatlığını da sezir. Sonra 3-ə baxaq. 2 budur. 3. Qorxuya düşür. Qorxuya düşmək də nədir? Məcazidir. Məclis qurmaq da məcazidir. 1, 3. Sonra 4-dən ud çalındıqca bu həqiqidir. Bunu çıxdıq. Dizləri bükülür. Bunu da çıxdıq. Bu da həqiqidir. Bizə həqiqi olmayan lazımdır. Dəqiqə. 5. 6-da Xosrov qışqırır. Bu da həqiqidir. Bu da həqiqidir. Məcazi hansı oldu? Məclis qurmağı. Bir də məclis qurmağı, bir də qorxuya düşməyi. 1 ilə 3, düzdür? O, amma atın narahatlığını da sezir. Atın narahatlığını neyinir? Hiss edir da. Sezir, yəni hiss edir. 1 ilə 3-ü götürəcəyik. Baxaq görək variantlarda 1 ilə 3 var. Çünki o birlər deyir, həqqi mənada işləməyib. Məcazi məna. Məcazi məna 1 ilə 3 D variantı. O birlər həqqi mənadır. Səhv yazdım. Səhv işarə elədim. 1 ilə 3 D variantı. 95. Mətnlə bağlı doğru fikirləri müəyyən edin. 1. Hökmdar vaxtını xoş keçirməyi sevirdi. Atın ölüm xəbərini Xosrova Mehdər verir. Və 2-ni çıxırıq. 2-ni Mehdər vermir. Xəbəri özü qışqırıb deyir. İran şahı şəbdizlə dil tapmağı bacarırdı. 4. Şah səfərə çıxdığı gün atı ölür. Xeyr. Səfərə çıxdığı gün atı ölmür. 4-də çıxırıq. Barbət xəbəri eşidib məsləhət üçün məclis qurur. Məclis qurur. Xeyr, Barbət məclis qurmur. Gedir şahın yanına, başlayır musiqi çalmağa. 5-də çıxırıq, qalır 1, 3. Demək hökmdar vaxtını xoş keçirməyi sevirdi. 3. İran şahı şəbdizlə dil tapmağı bacarırdı. 96-ya baxaq. Mətndə çərçivə daxilində verilmiş sözün kontekstdəki mənasına uyğun ifadə hansı cümlədə işlənmişdir? Mətndə çərçivə daxilində verilmiş sözün kontekstdəki mənasına uyğun ifadə hansı cümlədə işlənmişdir? Çərçivə daxilində verilmiş söz müşküldür. Müşkül məsələ qarşısında aciz qalır. İndi baxaq görək hansı cümlə ilə uyğunluq təşkil edir. Onun məsələyə belə sadə yanaşması maraqlı idi. B. Uşaqlar yaşlı qadının ağır çantasına kömək etdilər. Uyğunluq var? Xeyr. Müşkül çantasına, ağır çantasına? Xeyr. Bu layihə bircə işimizin nəticəsidir. Belə çətin vəziyyətlərdən tez çıxa bilirdi. Biganə davranışlarına görə yaxınları ondan inciyirdilər. Baxın deyə. Deyir ki, belə çətin vəziyyətlərdən, müşkül vəziyyətlərdən tez çıxa bilirdi. Müşkülün də yerində çətin məsələ var. Müşkül məsələ, çətin məsələ. Məsələn, bir-birinin yerində bir-birini əvəz edə bilərik. Düzdür? Ona görə D variantı. Belə çətin vəziyyətlərdən tez çıxa bilirdi. Belə müşkül vəziyyətlərdən tez çıxa bilirdi. Demək, uyğun cavab D variantıdır. 97-yə baxaq. 97-yə baxaq. Hansı hikmətli ifadə mətnin məzmununa uyğundur? A. Miskinlər ətrafında hansısa bir dahinin mövcudluğuna dözə bilmirlər. B. Həmişə qəhrəman ola bilməzsən, amma həmişə insan olaraq qalmaq olar. C. Böyük maneəyə rast gələndə necə olursa olsun onu dəf etmək əzmi dahilikdən deyil, tərslikdən xəbər verir. Sonra D. Ağıllı adam odur ki, etdiyinin nəticəsini əvvəldən görə bilir. Baxın, demək, Barbət də əvvəlcədən nəticəsini görə bilir ki, gedir yanına şahın. 98. Uyğunluğu müəyyən edin. 97-də Y. Ağ atla cahil ağaya qulluq etmək. Bu da uyğun deyil. 98-də giriş hissə. Giriş hissəyə nə yazırıq? Baxaq. Demək, giriş hissəyə A. Mehdərin təşvişə düşməsi. B. Barbədin şahə cavabı. C. Xosrovun Şəbdizdən aldığı qüvvət. D. Şəbdizin ovda ölməsi. Y. Barbədin kömək üçün razılığı. Demək, 98-in giriş hissəsini yazırıq C. Xosrovun Şəbdizdən aldığı qüvvət girişdə verilib. 2-yə baxırıq. Əsas isə Mehdərin təşvişə düşməsi, çünki at ölür. Bir də nə yazaq 2-yə? Y-yə baxın. Barbədin kömək üçün razılığı. Barbədin kömək üçün razılığı artıq bu əsas hissədədir. Nəticə hissəyə nə yaza bilərik? Barbədin şahə cavabı artıq o nəticə hissəsində verilib. Şəbdizin ovda ölməsi D variantı. Şəbdiz ovda ölmür.
O səhvdir. Ona görə də 1C, 2AY. Baxın. 1 giriş. Girişə nə yazdıq? 1C. C yazdıq. 2-yə AY yazdıq. AY. AY. 3-ə də B yazdıq. Bu da olur C variantı. 99. Mətn əsasən cədvəli tamamlayıb. Səbəb. Nəticədə verilib cəmaət Barbətdən kömək istər. Niyə? Çünki at ölmüşdü. Qorxuya düşmüşdülər, təşvişə düşmüşdülər. Çünki niyə? Şah deyirdi ki, kim atın ölüm xəbərini birinci versə, onun boynunu vurduracam. Demək, atın ölməsi. Atın ölümünü şaha çatdırmağı. Sonra səbəb. Barbət həzin musiqi ifadə edir. Nəticədə nə olur? Nəticədə artıq şah anlayır, başa düşür ki, qışqıraraq nə deyir? Deyir ki, Şəbdiz ölüb. Yəni 2-yə də onu yazırıq. 100-ə baxırıq. Mətnin məzmununa uyğun olmayan cümlə neçənci abzasda işlənmişdir? Həmin cümləni müəyyən edərək yazın. Baxın bura. Mətn bədii üslubdadır. Bədii üslubdadır. Amma burada bir cümlə var. Girişə baxın, girişə. Girişdə belə bir cümlə var. Ərəblər tərəfindən İspaniyaya gətirilmiş ud sonralar qərb ölkələrində Lütniya adı ilə geniş yayılmışdır. Görürsünüz, bu məlumat verir də, məlumat xarakterlidir. Artıq burada kənara çıxma var. Bu cümlə mətnin məzmunu ilə uyğunlaşmır. Bu cümləni götürüb yazırsınız. 100-cü, baxın, 100-cü tapşırığın cavabı kimi. Bu qədər. Mətn qruplarımıza qoşulmaq istəyirsinizsə, 055 529 53 73 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.